Hər vaxtınız xeyir əziz izləyicilər. Misiya Aktual verilişində daha bir maraqlı mövzu ilə qarşınızdayıq. Bugün Azərbaycanda yük daşıyıcıların problemləri, onların qarşılaşdıqları maneələr mövzusundan bəhs edəcəyik. Mövzumuzla bağlı studiyamızın qonağı nəqliyyat eksperti Aslan Əsədovdur. Xoş gördük Aslan bəy. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük. Aslan bəy, öncə istəyərdik elə yükdaşıma nədir, biraz bununla bəhs eləyək və həyatımızda nə kimi rol oynayır? Bəli, qeyri-neft sektorunun inkişafı dünyada ticarətin birbaşa aparıcı faktoru logistikadır və logistikanın əsas elementi yük daşıyıcıların birgə səyi nəticəsində konkret zəncirvari quruluşa malik olan bir episentrdir, bir dalğa formasındadır. Yəni bunlar hamısı biri-biri ilə əlaqəlidir. Sanki zəncirin iki tərəfi var. Birinci tərəfi yükü göndərən tərəf, digər alan tərəf. Elə yükdaşıma deyəndə məhz ağla logistika termini anlayışı gəlir. Tam olaraq logistika ilə yükdaşımanın bəs nə kimi fərqləri mövcuddur? Eyni anlayış hesab edə bilərik biz bunları? Bəli, bu logistika, yükdaşıma nəqliyyatın aparıcı bir terminlərdir və gündəlik leksiyonda ən çox istifadə olunan terminlərdən biridir. Logistik mərkəzlərdən istifadə etməklə yükdaşımaları həyata keçirmək olur və yükdaşımaların növlərinə biz baxsaq, yüklərin daha doğrusu növlərinə biz baxsaq görəcəyik ki, ağır çəkili yüklər, yüngül çəkili yüklər, tez xarab olan qida, ərzaq tipli yüklər. Bunlar növləridir? Bəli, yüklərin növləridir. Amma yükdaşımalar da həyata keçirilir. Bunlar tırlar vasitəsilə həyata keçirilə bilir, dəniz, yəni gəmilərlə həyata keçirilə bilir. Sonra dəmir yolu ilə həyata keçirilə bilir. Sonda isə bu üç element birləşdikdə vahid bir sxem əmələ gəlir, yükdaşıma sxemi əmələ gəlir. Bu da nəqliyyat infrastrukturunda ən başlıcası bir olan amildir. Yükdaşıma üsulları bəs hansılardır? Yükdaşıma üsullarına hətta indi biz tez-tez rast gəlirik. İndi adi bir, yəni xarici bir praktikada da mövcuddur, yerli praktikada da bizə termin yeni gəlir. Hər hansı bir əşyanın və yaxud nəyisə bir vasitəni xaricdən alınır, onun daşıma xərcləri üstə gələrək müəyyən gömrük rüsumları əlavə olunaraq hər bir dövlətin özünün məxsus bir qiymətlər, rüsumlar tətbiq olunur. Sonda isə istehlakçıya, yəni onun sifariş edən adama çatdırılması kimi başa düşülə bilir. Aslan bəy, bu işlə kimlər məşğuldur? Ümumiyyətlə, necə öyrənirlər? Hansı mərhələlərdən, proseslərdən keçirlər? Bu işlə bizim qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Hüquqi və fiziki şəxslər MMC şəklində də məşğul ola bilərlər və yükün ölçülərindən, qabaritindən asılı olaraq daha, yəni birinci növbədə yüklər qablaşdırılmalıdır və qablaşdırılan yüklərin hər hansı bir qablaşdırılan yüklərin özünə uyğun bir daşınması, məsələn, ola bilər ki, ərzaq yüklərini daşımaq mütləqdir ki, soyuduculu bir konteynerlərdən istifadə olunsun və yaxud quru yüklərə adi vaqon tipli, furqon tipli yüklər, yəni daşıyıcılardan istifadə olunsun. Burada yəni fərqlənir və hətta olur ki, iqlimdən asılı olaraq da müəyyən dərəcədə, məsələn, yağışlı hava üçün, qış rejimi üçün, yay rejimi üçün müəyyən üsullar tətbiq olunur. Azərbaycan yük daşıyıcısının uğurları nədən ibarətdir? Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmiz böyük bir yolun, nəqliyyat şəbəkəsinin, belə demək mümkünsə, bütün elementlərini özündə əks etdirir. İstər şimal-cənub dəhlizi, istər şərq-qərb İpək yolu, orta dəhlizin gələcək, yaxın zamanda ölkəmizdən keçməsi bu və ölkəmizə daha uğuruna uğur qata bilər. Böyük bir valyutanın
ölkəyə gətirilməsinə, yeni iş yerlərinin açılmasına, sonra əhalinin gəlirlik səviyyəsinin daha da yüksəlməsi, o cümlədən o yol boyunca keçən ərazidə infrastrukturunun daha da mükəmməlləşməsi, yəni alqı-satqı, dükan, mağazaların, kafe, restoranların və digər iaşə obyektlərinin işlənilməsi, yəni bunlar hamısı müsbət bir addımlardır. Hətta mən deyərdim ki, bununla bağlı bəzən dövlətlər belə hər hansı bir mübarizə aparırlar ki, o yollar öz ərazilərindən keçsin və təbii ki, burada qazanan tərəf olur. Mən bir əlavəni də demək istəyərdim ki, deməli, Çindən Azərbaycana, Çin Respublikasından Azərbaycana yüklərin daşınması ilə bu, deməli, bu ildən təxminən 100 ədəd icazə blankı verilib ki, bu da yeni bir xəbərdir. Yəni 100 ədəd icazə blankı o deməkdir, 100 daşıyıcı tərəfindən Çindən birbaşa tırlar vasitəsilə, yəni quru yolla ölkəmizə yəni orada sifarişçidən asılı olaraq hər hansı bir mallar, elektronika mallar ola bilər, sonra ehtiyat hissələri ola bilər və s. ola bilər. Yəni bu bir uğurlardan biridir. Digər biri isə deməli buraxılış vəsiqəsinin tətbiq olunması. Deməli bu 8 aprel 2023-cü il 149 nömrəli qərarına əsasən tətbiq olunur. Deməli, bu da buraxılış vəsiqələrinin tətbiq olunması vətəndaşlar arasında sənədləşmə prosesinin daha da yəni mükəmməlləşməsinə, onun müsbət arqumentinə təsir edən bir faktorlardır. Bunu da biz uğur kimi qəbul edirik. Yəni xarici yük daşıyıcılardan. Bəli, xarici yük daşıyıcılardan yerli. Bilirsiniz, əlaqələr nə qədər geniş olsa, o qədər alqı-satqı, dövriyyə, valyutanın dövriyyəsi artacaqdır. Çünki birbaşa bu əlaqələr, yəni birbaşa xarici əlaqələrdən asılıdır. Hətta mən deyərdim ki, dünya pandemiya devrində belə Azərbaycanda yük daşımalar qətiyyən heç ləngimədi. Yəni Azərbaycan ərazisində bir dənə də olsun keçməyən, xarab olan məhsul olmadı. Yəni bu da infrastrukturun yəni mükəmməl olması, sonra buraxılış məntəqələri, yoxlanış məntəqələrində sərhəd keçid məntəqələrində daha belə demək mümkünsə müasir texnologiyanın tətbiq et. Çünki biz digər ölkələrin də buraxılış məntəqələrində görürük. Müasirləşən də var, ənənəvi yolla da yəni istifadə edənlər də var, amma biz ölkəmizə baxdıqda, öz sərhədlərimizə, keçid məntəqələrimizə baxdıqda çox mükəmməl bir sistem qurulur və qurulmaqda davam edəcəkdir. Və orada da çalışan şəxslər də məsuliyyətlə yetəri qədər yanaşıblar ki, işə daha yaxşı, effektli olub, düzdürmü? Bəli, öz bir mənalı olaraq orada o cümlədən müasir texnologiyadan istifadə olunur. Bu da və bu qaydalar istifadəni də bilirlər də. Bəli, əlbəttə bu qaydalardan mütləqdir ki, onlar hətta treninqləri belə keçirlər və mütəmadi olaraq bu, yəni onların gündəlik iş prinsipi olduğu üçün işlərin üzərində çalışmaq kimi də qeyd olunur. Çünki müasir texnologiyalardır, rentgen üsullarıdır, yəni rentgendən yayınmaq, nəyisə keçirtməmək mümkün deyil. Yəni rentgen hər bir oxuyucu bir sistemdir. Orada bütün nə varsa görünür, açıq görünür. Bəzən olur ki, yük daşıyıcılarımız müəyyən problemlərlə üzləşirlər. Ümumiyyətlə, əksər sahələrdə problem olmazsa-olmaz hesab olunur. Bəs bu problemlər, maneələr hansılardır bu sahədə? Problemlər iş olduq yerdə, əgər hər hansı bir ərazidə bir iş varsa, ümumiyyətlə bir elementdə iş varsa, orada problem də olacaq, müəyyən narahatçılıq da olacaq, təbii haldır. Yəni bu bir təbii keçid prosesidir. Amma burada biz deyə bilərik ki,
deməli, orta dəhlizin inkişafı ilə bağlı, misal üçün, bugünkü gün, yəni yük daşıyıcıların problemlərindən mən deyərdim ki, yəni istər xarici olsun, Azərbaycanlıların xaricdə qarşılaşdığı və digər olan, məsələn, bu deməli, icazə blanklarının Rusiya və Qazaxıstan kimi ölkələrdən üçüncü ölkələrə keçid üçün sənədlərin alınmasında yaranan, belə demək, limitlərin dolması fonunda baş verən, məsələn, narahatçılıqlar var ki, bunu da sürücülər tez-tez deyirlər. Nəticədə o olur ki, gözləmə müddəti artır. Sərhəddə gözləmə müddəti, çünki nə qədər yəni yük etibarlı olsa belə, mütləq sənədlər qaydasında olmalıdır. Ən azı qarşı tərəfə, hansı bir ölkəyə keçid təmin olunsun. Bax, bu kimi nəticədə, məsələn, yük qalır, gün sayı artır, gözləmə müddəti artır. Bu da müəyyən problemlər yarada bilər. Sonra, demək, beynəlxalq bir tranzit potensialına malik olan bir təşkilatın kitabçası var. Buna tır karnet kitabçası deyirlər. Bu tır karnet kitabçasının mahiyyəti ondan ibarətdir ki, bunlardan qoşulan ölkələr, üzv olan ölkələr, gömrük və sərhəd buraxılış məntəqələrinin keçidlər sadələşdirilib, həddindən artıq sadələşdirilib, əlavə yükün açıb baxılması, yoxlanılması ilk yəni istehsalçıdan birbaşa istehlakçıya qədər müddət minimumlaşır. Yəni orada artıq vaxt itkisi olmur. Çünki bir vaxt olur ki, yükün yolda qalma müddəti. Misal üçün, hər hansı bir ölkədən, 3-cü və 4-cü ölkənin Azərbaycana yük gəlirsə, o artıq o tır koordinat təşkilatına, kitabçasına daxil olan yəni hər hansı bir ölkələrin ərazisinə keçdikdə orada yoxlamalar minimumlaşdırılır. Yəni əsas olaraq yükün çəkisi, yəni icazə verilən özüdür və salam. Yəni burada artıq bir gözləməyə, bir müddətə ehtiyac qalmır. Sənəd dediniz və sənədləşmə işləri, protokollaşma işləri bizim ölkədə, yəni bu sahədə necə aparılır və dövlətin nə kimi dəstəyi var? Birinci növbədə sənədləşmə işləri indi bir pəncərə sistemi ilə yəni həyata keçirilir. Bunun birbaşa İqtisadiyyat Nazirliyinin tabeçində olan vergi xidmətindən əsas işlər oradan görülür. Vergi xidmətləri və gömrük sənədləşməsi. Yəni bu ən əsası bu iki sənədləşmə üzərində və gömrükdən də bu yaxınlarda təxminən mən bunu kütləvi informasiya vasitələrinin də oxudum, yəni öyrəndim. Şimal bölgəmizdə, şimalda bizim yeni gömrük məntəqəmiz fəaliyyətə başladı. Sonra demək olar ki, Qazax rayon ərazisində bu gömrük məntəqəsi fəaliyyətə başladı. Sonra isə əlavə İran İslam Respublikası ilə gömrük keçid məntəqəsinin, buraxılış keçid məntəqəsinin sayının artırılması, Gürcüstan Respublikası ilə əlavə artırılması və bu kimi işlər var və bu da sənədləşmənin rahatlaşması üçündür. Çünki biz bilirik ki, Azərbaycan tranzit bir ərazisində olan keçən bir ölkədir. Ona görə də bizdə özümüzün ehtiyacı olandan artıq digər ölkələrin də nəqliyyat vasitələri gəlir, gedir. Bu da yüklənməyə səbəb olur. Biz nəzərə alsaq ki, Gürcüstan Respublikası ilə Rusiya Federasiyası arasında buraxılış məntəqələri yüksək dağlıq ərazilərdən keçir. O cümlədən həmin ərazilərdən də belə ağır yüklü avtomobillərin, tırların keçidi məhdudiyyətlidir. Yəni yağış, qar, uçqun oldu, yol bağlı olur, 3 ay, 2 ay, nə qədər müddət, yəni oradan birbaşa keçid mümkünsüzləşir. Onlar da Azərbaycan ərazisindən istifadə etməyə üstünlük verirlər. Bilirsiniz ki, əsas məsələlərdən biri də məsələ gəlirlərdir. Sənədlərdən əlavə də gəlirlər önəmlidir. Bəs bu yük daşıma gəlirləri necə tənzimlənir?
Yükdaşıma gəlirləri ümumiyyətlə bu işlə məşğul olan xarici və yerli təşkilatlar sövdələşmələr aparırlar. Bu sövdələşmələr də Azərbaycan Respublikası ərazisində manatla, xarici ölkələrdə isə birbaşa Amerika Birləşmiş Ştatlarının valyutası ilə, dollarla həyata keçirilir və sənədlə gəlirlərin, yəni daşımaların daha doğrusu gəlirə çevrilməsi, bu da məsafədən asılı olaraq müəyyən sövdələşmələr əsasında həyata keçirilə bilir. Bu aiddir yükün təhlükəsizliyinə, yükün çətinliyi, yəni tez xarab olan, az xarab olan, ərzaq, tikinti materialları gec xarab olan kimi bir bölmələrə bölünür və daha təhlükəli, biz təhlükəli dedikdə əslində tez xarab olan mallara, kənd təsərrüfatı təyinatlı, ərzaq təyinatlı mallardan söhbət gedir. Bunların artıq müəyyən dərəcədə qiymətlərində fərq olur. Onlar digərlərinə nisbətən baha qiyməti olur, nisbətən baha olur. Çünki onların özünə məxsus kaprizləri var o yüklərin. Yenə yuxarıda qeyd etdiyimiz kimi soyuducu ilə təmin olunmalıdır, müxtəlif zaman keçidində havalandırma sistemi olmalıdır, yəni yüklərin xarab olmaması üçün, ziyanı olmaması üçün. Aslan bəy, verilişimizin müddəti yekunlaşır. Son olaraq demək istədiyiniz nəsə varsa buyura bilərsiniz. Mən əsas olaraq yaxınlıqda, yaxın zamanda mən arzu edirəm və gözləyirəm ki, Azərbaycan özünün reallaşdıra biləcəyi Zəngəzur dəhlizini istifadəyə verək və buradan tam yüksək təhlükəsizlik qaydalarına riayət olunmaqla öz yüklərimiz daşınsın və Azərbaycanın daha da gəlirləri artsın, ölkəmizin, dövlətin səhlənməsi üçün, əhalimizin rifah halının yüksəlməsi üçün bunları arzu edirəm. Çox sağ olun, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Sağ olun, mən də təşəkkür edirəm. Verilişimizi də yekunlaşdırırıq. Bugünlük bu qədər dəyərli izləyicilər. Ümid edirik ki, sizin üçün də kifayət qədər maarifləndirici bir mövzu olar və maraqla izləyərsiniz. Hələlik bu qədər, növbəti buraxılışlara dək. Sağ olun.